Bir dəfə Əyyub Allaha dedi ki, ya Rəbb Allah, sözə baxın sən Allah. Allah sən şahidsən, dünya ilə bağlı səndən bir şey istəməmişəm. Demirəm dünyam yoxdur, vermirsən, vermirsən. Yəni, ehtiyaclarımı vermirsən. Amma belə gedib səcdəyə dünya ilə bağlı səndən bir dənə bir şey istəməmişəm. Nə istəmişəm axirət olub, nə istəmişəm sən olub, nə istəmişəm cəmiyyətin olub, hidayət olub, cəmiyyətin saadət olub. Sən buna şahidsən. Ma sa'altuke minəd-dunya qattu. Dünyadan bir şey də səndən istəməmişəm. Böyük iddiadır, böyük sözdür. Allahdan cavab nə gəlsə yaxşıdır. Əyyub, bəli, mən vəffəqəkə lizalikə. Bu tövfiqi sənə kim verib? Allah hara apardı söhbəti? Bu halı sənə kim verib? Bu ruhiyyəni sənə kim verib? Bu zehniyyəti sənə kim verib? Əyyub dedi, başa düşdüm. Nə qədər özü də islah eləsən, bir müğayət ol bəşər. Özündən öyünmə, mən filan eləmirəm, mən. Yo, bir dəqiqə. Bunlar mənə kim lütf edib? Tez başı qalır, sən, ya Rəbb, sən.